Fazil müəllim, həyatınızda bir faciə yaşamısınız. Sizin bir oğlunuz dayısı ilə bərabər hamamda dəm qazından boğulub. Neçə yaşı vardı oğlunuzun və necə baş 8 verdi bu? yaşı vardı. Bu dövrdə görünür bizim də biraz məsuliyyətliyimiz oldu ki, o cür dəm qazı anlayışımız biraz yox idi. Mən xaricdə olanda bu baş vermişdi və indi hər bir insanın başına gələn faciədir və mən hesab edirəm ki, belə məsələlərə biraz biz daha fərqli yanaşmalıyıq. Yəni yaradan insana nəyisə bir nemət verirsə, onu da istənilən vaxt ala bilər. Elə bizim özümüzə də əgər bir ömrümüzü bağışlayırsa, biz də ölümdən dönüb gəliriksə, demək hansısa bir şəkildə bizim iradəmizdən kənarda bir idarə olunan bir tale var. Təbii ki, bu taledə də heç vaxt hansısa bir şəkildə bir asi olmaq olmaz. Yəni mən bunu bir faciə kimi təbii ki yaşasam da, amma həyatımın faciəsinə çevirmədim. Həyat davam eləyirsə, demək onu soyuqqanlılıqla qiymətləndirməyi bacarmalısan. Təbii ki, ağır bir şeydir, amma qalanlar üzərində düşünməliyik, yaşayanlar üzərində düşünməliyik və biraz gələcəyə baxmalıyıq. Ona qalsa hamının həyatında elə faciələr olur ki, mən həmişə deyirəm bir mərtəbə, bir otaqlı evdə yaşayan gərək özünü həmişə kirayədə yaşayanla müqayisə eləsin. 2 otaqlı evdə yaşayanla müqayisə eləyəndə özü bədbəxt sayasın. Ona görə də insanların bizdən daha böyük faciə yaşamış, zəlzələlərdə ölmüş insanlar var. Onlar neynəsinlər? Yəni biz yenə çiynimizdə övladımızı belə aparıb dəfn eləmişik, amma təyyarə qəzasında yüzlərlə adam onu arzulayır ki, bir qəbir yeri olsun. Yəni ona görə də hər bir şey insan üçün fərqləndirici bir təsəllidir və ona görə də bu məsələlər üzərində açığı elə həyat şüarım da, baxışım da asi olmamaqdır. İnsana verilən taleyini qəbullanmalısan və onu da həyata baxıb həyat üçün faydalı insan kimi çalışmalısın.